Bugün sizlərlə Maşnov videomuza başlayırıq. Yoldakı avtomobillərin Bakı bazar qiyməti ilə sifariş qiymətləri arasındakı fərqləri bir-bir sizə deyəcəyik. Yolda gördüyünüz bu Kia Sorento 2015-16 model Sorento vardı. 14-cü ildən buraxılıb. Deyirdi, Ayxan Mirzəxanlı deyirdi, kasıbların Pradosu. Bu avtomobil ölkəyə gəliş qiyməti 2017-ni nəzərdə tuturam. 27.000 manatdan başlayan qiymətlərlədir. Avtomobilin vəziyyətinə asılı olaraq 32-33, hətta 34.000 manata belə gəlir həmin avtomobil. Və bunların motoruna, korobkasına, probeginə rəsmi şəkildə zəmanət veririk. 20-yə baxanda axşam vaxtı elə bir arxanıza qay gəlir. Bundan bir dənəsini müştərimizə bu yaxınlarda udduq. İdealın, gözəlin. Hardasa gömrüksüz gəldi 14.000 dollara. Amma ideal, gözəl bir variantdır. Bakı bazarında satış qiymətləri yaxşıları 43-44.000, 42.000, 40.000. Gəliş qiymətdə hardasa 34-35.000, 33.000, ondan aşağı da gəlir. Avtomobilin vəziyyətindən, komplektasiyasından, görünüşündən asılıdır. Yəni siz də əgər belə fərqlə avtomobillər istəyirsinizsə, cəmi 3 ay gözləməklə istədiyiniz avtomobili Bakı bazarından 30% aşağısına gətirə bilərsiniz. Avtomobil sifariş vermək istəyirsinizsə, Qaraj Kutot əlaqə saxlayın. Ən ideal avtomobili sizin üçün gətirib çıxardıq.